izləyicilərimiz. İndi isə mənim nəvəm rəhmətlik dədəsinin şeirlərini sizin üçün təqdim edəcək. Arxası da gələcək. Salam, bugün mən dədəm Hidayət Şükürovun, Allah rəhmət eləsin, şeirlərini oxuyacağam. Və bu şeirlər onun Sönməz Odun Var kitabındandır. Amma ilk öncəliklə onun şeirlərini oxumadan əvvəl mən onun haqqında biraz yazdan məlumatlardan oxumaq istərdim. Bir çox tanınmış insanlar olmuş və hal-hazırda da vardır ki, onlar başqa peşə sahibləri olsa da ədəbiyyat sahəsində çox gözəl əsərlər yaratmış və bu əsərlərdə oxuyucuların rəğbətini qazanaraq xalqımızın yaddaşını oxumuşdur. Hidayət Şükürov da bu insanlardan biridir. O uzun illər 1975-ci ildən bu günə kimi riyaziyyat elmi üzrə orta məktəbdə müəllim işləsə də, qəlbində tüğyan edən poetik duyğularla biganə qalmayıb. Hələ gənclik illərində şeirə, yazıb yaratmağa böyük maraq göstərmiş və bu güclü maraq onu ədəbiyyat sahəsində də qələmini sınamağa təhrik etmişdir. Poeziyaya artıq ürəkdən bağlanan şair çoxlu sayda bir-birindən gözəl şeirlər və qəzəllər yazmışdır. Yazdığı şeirlərin bir qismi müxtəlif illərdə dövrü mətbuatda dərc olunmuş və hal-hazırda da olunmaqdadır. Sönməyən Odun Var adlı kitabı Hidayət Şükürovun şeirlərinin toplum halında oxucularla ilk görüşünün müjdəsidir. Şair ruhən sağlam olsa da, həyatın ona yaşatdığı acılar, üzləşdiyi ağır itiklərə görə Xəstəcan ləqəbini özünə təxəllüs götürübdür. Hidayət Şükürov Qərbi Azərbaycanda dünyaya göz açmış, yeniyetmə və gənclik yaşlarını orada yaşamışdır. Sonradan ermənilərin törətdikləri məlum hadisələrə görə də o da doğma yurd yuvasından ayrılaraq digər soydaşlarımız kimi ata-baba yurdunu tərk etmiş və Sumqayıt şəhərində məskunlaşmışdır. İndi isə dədəmin yazdığı şeirlərdən oxumaq istəyirəm. Dağlar şeiri. Dilim tutmur əzr eyləyim, bir halallıq verə dağlar. Dərd araza dözməyirəm, göz yaşımı görə dağlar. Gəzmişəm qar boranında, can təpədə çalmalıda. Quzeylərdə yağan qar da sinəm sipər yelə dağlar. Vurğun olum camalına, qanqalına, çovxalına, qız yığnağı bulağına, salam deyəm yenə dağlar. Buz bağlamış dərələri, boş qalıbdı vərələri, qayaları dərdin əhli, çəkilir gəlib dilə dağlar. Baharımda selə qurban, Novruz adlı gülə qurban, qatar duran qılınc qayan, bu dərdimi bilə dağlar. Ayrıla bilmir şeiri, indi çalmalıya çökübdür bulud, çən duman dərədən ayrıla bilmir. Tiskin tökür, qan ağlayır boz bulud, cür sellər bəndlərdən ayrıla bilmir. Buludlar samadan, dumanlar dağdan, kəşiklər qayadan, toyuqlar çoldan, cüyürlər quzeydən, ayı zağadan, ovçular bərədən ayrıla bilmir. Taxıllar zəmidən, baldırğan sudan, Şıqlar quzeylərdən, sonalar çaydan, qartallar yuvadan, laçın səmadan, çobanlar yurdundan ayrıla bilmir. Bax, hal-hazırda bu dəqiqə bizim o vaxtımızdır, may ayında. Bax, bu gün elə bir biz yaylağa çıxırdıq. Qocalarımız heyvan malı aparırdılar yaylağa. Yaylaqda mənsi tuturdular, yağ, pendir. Sonra iyun ayının axırları ot salma başlayırdı bizdə. Əmirxeyir, Bəryavad kəndi çıxırdıq Söyüqbulaq yaylağına. Dəyələr qurulurdu, heyvanlar otlaqda otlayırdılar. Hər bir şeyimiz gözəl olurdu, çox gözəl, maraqlı, çox maraqlı. Elə hər şeyimiz də orada itdi gəldi, kaş biz qaydaq geri. Leyli bulağına, Gödək Silvi, Çırçır yaylağımız, Qılış yurdumuz var idi. Bu dəqiqə dəyələrimiz də orada durur. İndi mən şeirə davam etmək istəyirəm. Canavar sürüdən, itlər arxaçdan, inəklər buzovdan, ana baladan, qonşu qonşusundan, qohum qohumundan, dostlar duz çörəkdən ayrıla bilmir. Oba el üçündür, köçü gözləyir, maşınlar boş qalıb, yükü gözləyir. Ot yaxşı gəlibdir, yel vurub əsir, lalələr çəməndən ayrıla bilmir. İndi isə Gedək şeirini oxumaq istəyirəm. Yam-yaşıl çəməndən, büyülür bulaqdan, suyundan doyunca içərək gedək. Ağa bulağımız var idi, Leyli bulağı deyirdilər, Gödək Silvidə bulaq var idi orada. Adı yadımdan çıxır, gözəl bulaqlarımız var idi. Nəsə turş su çıxırdı, öz-özünə yerdən qaynayırdı bulaqlarımız. Şırşırlı dərədən, çiçəkli yoldan, çığlı quzeylərdən keçərək gedək. Elin dar günündə bir olan xalqım, toylarda oynayıb şən olan xalqım. Gəzir ciley güzar, fikirlər dalğın, olmazmı dərdlərə dözərək gedək.
Dağlardan bu vaxtı köçmək nə lazım? Ana vətənindən keçmək nə lazım? Geyili qalı salanları azalım, yığışaq birlikdə əzərək gedək. Çalmalı dağımızdan var idi. Mən özüm bu yadımdadır. Mən oradan çıxanda mənim hardasa 26 yaşım var idi. Və indi getsəm, o yerlərin hamısını bir-bir yadıma düşər baxaram. Qılışqaya deyirdik, iki kəndin arasından gəlirdi. Elə bil Əmirxeyir, Bəriyavat ikisi bir kənd idi. Balaca kəndlər idi. Məktəbimiz bizdə 8 illik idi, Əmirxeyirdə 10 illik idi. 8 il bizdə oxuyurduq, sonra gelirdik Əmirxeyrə. Qılışqayadan həmin oradan piyada gedib gəlirdik. Maşına heç minmirdik, piyada gedirdik, gəlirdik, oynaşa-oynaşa uşaqlarla. Çox mehriban idik, çox bacı qardaş kimi. Hamımız oğlan, qız, biz bir-birimizdən seçilmirdik, çox mehriban idik. Dalaşmırdıq, heç birimizdə mehriban, birimizdə nə olsa o birisinə verərdik. Analarımız da mehriban olurdu, nənələrimiz də mehriban olurdu, yığışardılar bir yerə. Qəhqəhəli, gülməli, belə maraqlı, çox maraqlı, toylarımız çox gözəl olurdu. Elə bil 4 gün toy çaldırırdılar. Hər gün, bir gün Əmirxeyri çağırırdılar, bir gün Bəryabada çağırırdılar, bir gün belə-belə. Yuxa yayılırdı, heyvan kəsilirdi. Çox gözəl ənənələrimiz var idi. Bacılıq, qardaşlıq qoyurdular. Məsələn, qız dədəsi evindən gəlin çıxmırdı bizdə. Qız bacılıq evində. Gedirdi, gecə bacılıq evində qalırdı, səhər orada toy olur, öz bacılıq evi, ona toy eləyirdi, oradan gəlin köçürdü. Oğlan da bəy evindən elə bil, o qardaşlıq evinə gedərdi. Onu lopa düzəldirdilər belə, lopa ilə həmin bəyi səhər axşamı gətirərdilər gəlinin yanına. Başında da gəlinlik zad yox idi, elə belə, biri də məndə var, saxlamışam. Belə şal idi, saçaqlı şallar, qəşək şallar. Gəlinin başını geyindirirdilər, belə başına salırdılar. Yaşlılar, qocalar, yaşlı arvadlar gətirərdilər. O bacılıq evindən elə bir dədə evinə qapıya gəlirdi, el oradan köçürürdülər. Da gecə evin dədəsi evində qalmırdı, bacılıq evindən köçürdü. Çox maraq, şax bəziyirdilər bizdə, belə düzəldirdilər, şax bəziyirdilər, konfet asırdılar. Hər şey demək olar onun başına asırdılar, şax düzəldirdilər. İndi hamısı getdi adət-ənənələrimiz, qoruyub saxlaya bilmədik. Hər ki qaydaq o illərimizə, obalarımıza, kəndimizə, mən umudum çoxdur ki, mən qaydam evimizə. Birinci anamın evinə gedərəm, onun bütün əşlikləri, yerləri, sonra öz evimə gedərəm. Şeirə davam eləmək istəyirəm. Səfalı dağıma gedək gəzməyə, can alan güllərdən qoxum üzməyə, qanqallı yaxşıdır şehdə gəzməyə, düşüb ayaqyalın gəzərək gedək. Salmalıdan Çofhalıya keçəsən, bulaq üstə... Çofhalı dağımız idi. Dağımız idi, elə bil orada ot biçirdilər. Salmalıdan Çofhalıya keçəsən, bulaq üstə əmlik quzu kəsəsən, enib daş bulaqdan suda içəsən, qartal tək dağlardan süzərək gedək. O, həmin bu bulağın da noy qoymuşdular, belə nə ilə qoymuşdular o noyu? Bizdə baldırğan deyirlər, onu yeyirdik, yəni başını doğazda pişirəndə qatırdılar, baldırğanın o belə özəyini qırırdılar, belə noy qoydular o bulağa. Oradan axırdı aşağı, biz de orada içirdik, su götürürdük. Noylu bulaq bax odur. Onun özləri noy qoydular belə. Yazda baldırğanla yarpızı bəsdir, yayda ayran ilə qatığı bəsdir, meşədə armudu, fındığı bəsdir, yaxşısın axtarıb seçərək gedək. Adımız fıstıqda yazılı qaldı, qəlbimiz arzulu, muradlı qaldı. Bu tarix kitaba yazılı qaldı, taxıllar yetişib biçərək gedək. O fıstıqlarda o boyda ad yazmışam ki, o boyda adlarımızı yazırdıq, hamısını fıstıqlara yazırdıq. Belə ağaçları var idi, şimal idi, yazırdıq.